Dostlar salam. Bu video eğer başlığı yazsaydım ki koronavirus gelir, pandemiya gelir, qorxuludur, yenə geniş bir yayılmış virus olacaq. Təbii ki bu videonu axıracan hamı sona qədər dinləyəcək, paylaşacaq, kommentlər gələcək, bəlkə də milyonlarla baxış olacaq. Bu normal haldır. Normal qəbul edirəm bunu. Çünki virus adı gələndə gördüyümüzü gördük koronavirusda. Allah uzaq eləsin, bir də gəlməsin elə bir şey. Çünki yaşadığımızı yaşamışıq, gördüyümüzü görmüşük. Mətləbə keçməmişdən qabaq deyim ki, səhifəyə abunə olun, videoya baxdıqdan sonra videonu paylaşın, kommentlərinizi gözləyirik ki, ən azından kanalımız inkişaf eləsin. Mən videoları montaj eləmirəm, nə var, nə bildiyimi danışıram, pis, yaxşı, sadə dildə çalışıram ki, məlumatları sizə çatdıra bildim ki, bilməyənlər də bilsin. Keçək mətləbə. İlkin olaraq deyim ki, koronavirus bu dünənin virusu deyil. Bu göydən düşməyib ki, uşaqlar darıxmışdınız, mən gəldim. Bu illərlə, 10 illərlə olan bir virusdur. Bu barədə ədəbiyyatlar yazır, bu barədə elmi məqalələr var, dərsliklərdə var koronavirus. Bu viruslar qrupudur. Koronavirus bir virus değil dostlar. Bu viruslar qrupudur. Koronaviruslara bir neçə viruslar aiddir. Amma koronavirusdan fərqli olaraq koronavirusla yoluxmaq üçün insanın insanla kontaktı, əlaqəsi lazım deyil. Mənbə hardadır? Mənbə gəmiricilərdə. Sıçandır, sıçoğuldur. Əsas mənbələr bunlardır. Evin qırağında sıçan qaçsa qorxmayın. Elənçinə koronavirus keçməyəcək. Amma lakin podvalda sıçanlar yaşayır, sıçoğullar var. Həyət evində misal üçün hardasa hansısa bir balaca daxma kimi bir yerdə sıçanlar, sıçoğullar var və biz onlarla, xüsusən də onların ifrazatı ilə kontakta giririksə, adi misal götür, süpürgəni, quru süpürgəni götürüb oranı süpürürüksə və otdakı o toz, hava hamısı qalxır bizim nəfəsimizə keçirsə, bu halda biz koronavirus tutma ehtimalı var. Lakin avtobusda geçsək, məktəbə geçsək, futbola gedək stadiona, kütlə olan yerdə koronavirus keçməyəcək koronavirus kimi. Bu hava ilə və yaxud da hava damcı yolu ilə keçən virus deyil. Virusu yoluxmaq üçün mütləq insan sıçoğul kontaktı lazımdır. Digər hallarda keçməyəcək bu virus. Sual verəcəksiniz ki, Cənubi Amerika tərəfdə gəzinti gəmisində bəs niyə karantin elədilər? 11 nəfər yoluxdu, 3 nəfər dünyasını dəyişdi. Təbii ki, bu böyük bir dərddir həmin ailələr üçün. Koronavirus təbii ki, təhlükəlidir. Əgər yoluxma olarsa, həmin insan üçün təhlükəli bir virusdur, təhlükəli bir xəstəlikdir. Gəlim çatım həmin o gəzinti gəmisinə. Cənubi Amerikada, məhz Cənubi Amerikada, başqa ölkələrdə yoxdur, koronavirusun Andes deyilən bir növü var. Hansı ki, insandan insana keçə bilər. O da necə keçə bilər? Elə-belə salam mələkümlə o virus keçən deyil. O virusun keçməyi üçün də şərait lazımdır. Yəni, qapalı bir pis havalandırması olan qapalı bir balaca bir otaqda uzun müddət bir yerdə qalarsınızsa həmin insanla, bir yerdə yatırsan, durursan, çörək yeyirsən, bütün günü bir yerdəsən, bu halda həmin insana məhz həmin Andes virusunun keçmə ehtimalı var. Elə-belə yanından keçəndə koronavirus kimi o insandan koronavirus keçməyəcək. Və yaxud da həmin insanla bir avtobusda yarım saat, 1 saat, 2 saat yol geçsək, o virus keçən deyil. Ona görə indidən deyim ki, koronavirus inanmıram koronavirus kimi bir pandemiya yaratsın. Bəzi alimlər, bəzi həkimlər ehtiyat edirlər. Çünki deyirlər ki, hələ araşdırmalar gedir, hələ baxırıq, öyrənirik. Niyə görə? Çünki koronavirusdan gözləri qorxdu. Koronavirusda da bəzi həkimlər, bəzi alimlər deyirlər ki, qorxulu bir virus deyil. Lakin nəticəsini biz gördük hamımız, bütün dünya gördü. Ona görə koronavirusda biraz ehtiyat edirlər. Lakin
dərindən fikirləşsək, hantavirusun keçmə mexanizmi, yəni xırdalıqların patogenezin bu danışmıram, xəstəliyin gedişatını danışmıram, çünki bu sizə lazımlı materiallar deyil. Səthi olaraq sadə dildə çalışdım ki, öz fikirlərimi sizə çatdırım. Video sona qədər izlədinizsə, videonu paylaşın, kommentlərinizi gözləyirik. Səhifəyə abunə olun, həmişə sağlam olun. Çox sağ olun, minnətdarım.